Salam dostlar, axşamınız xeyir olsun. Mən Anar Hümmətli, gecənin bu vaxtı hər birinizi salamlayıram. Yenə də fikirlərimi əziz izləyicilərimlə bölüşməyə hazıram. Bir neçə saat əvvəl möhtəşəm bir oyunun şahidi olduq, möhtəşəm bir oyun izlədik. Tam 8 il əvvəl bu komanda ilə, yəni Danimarkanın Kopenhagen komandası ilə evdə 1-0, səfərdə 2-2 hesabı ilə Çempionlar Liqasına vəsiqə qazanmışdıq. Amma isə indi tamamilə fərqli bir nəticə oldu. Çempionlar Liqasının seçmə mərhələsində bir rəqibimizə Kopenhagen oldu. Qarabağ deyərdim ki, Kopenhageni 8 il əvvəlki tarixi təkrarladı. Sanki meydana çıxmağa peşman etdi. Bəli, birinci qoldan sonra 3-4 dəfə Qarabağın real şanslar oldu. Nəysə qismət olmadı. Amma Qarabağ 2-0 qələbə ilə öz gücünü göstərdi dünyaya ki, dünya klublarına mesaj verdi ki, yəni istənilən bir komanda ilə istər evdə olsun, istər səfərdə olsun, oynamaq gücünə malikdir. Bəli, həqiqətən oynamaq gücünə malikik. Bugünkü gündə mən bir Qarabağ azarkeş olaraq deyərəm ki, Qarabağ bugünkü gündə Real Madrid ilə, Barcelona ilə, PSG ilə və yaxud adlı sanlı Avropada hegemon klublarla oynamaq gücünə malikdir. Necə ki, bugünkü gündə az büdcə ilə, rəqiblərin içində ən az büdcə Qarabağdadır, amma o büdcə ilə Avropada meydan sulayır və meydan sulamaqda da davam edir. Kopenhagenin üzərində qələbə, Kopenhageni Bakıdan peşman yola salmaq, artıq dünyanın gözü Qarabağdadır. Dünya bu dəqiqə Qarabağın gücündən danışır, dünya mətbuatı Qarabağın qələbələrindən danışır. Bir sözlə deyə bilərəm ki, sizə 5 il əvvəl zəfər tarixinə başlandığı gün idi. Artıq zəfər tarixinin başlandığı günün 5 ili tam olduğu ildə Qarabağ bu qələbə ilə daha bir xalqını sevindirdi, azarkeşlərini sevindirdi və dünyaya daha bir mesaj verdi ki, bu xalq istər döyüş meydanında olsun, istər futbol meydanında ölüm-dirim mübarizəsi aparmağa layiq bir xalqdır. Bəli, bir gün əvvəl Qarabağın bu qələbəsi münasibəti ilə başda Qurban Qurbanov olmaqla bütün Qarabağ futbolçularını, Qarabağ azarkeşlərini təbrik edirəm. Bəli, bizim xalqımıza böyük qələbələr yaraşır. Böyük qələbələr layiq olan bir xalqdır. Dünyaya da mesaj deməkdir ki, Qarabağ hansı bir ölkənin komandası, dünya onu reallıqla qəbul etsin ki, 30 illik həsrəti 44 günə son qoyan xalqdır. Qarabağın təmsil etdiyi xalq. Bəli, elə bu gündə Qarabağ nəinki 44 dəqiqə və 90 plus 3 dəqiqə olsun, əsl ölüm-dirim mübarizəsi apardı meydanda. Bəli, ölüm-dirim mübarizəsi idi. Mən bunu ölüm-dirim mübarizəsi deyirəm və bu qələbəni zəfər tarixinə bərabər bir qələbə deyirəm. Bundan əlavə də bir sözlə deyərdim ki, Qarabağın forması üstündə kövlən at şəkli o deməkdir ki, Qarabağ meydanda rəqibini at kimi çapmağı sevir. Yəni, pis mənada olmasın, yəni o nə deməkdir? Yəni, rəqibinə aman vermir. İstər səfərdə olsun, istər evdə olsun. Gücünü göstərdi Qarabağ dünyaya. Bir daha təbriklər Azərbaycan. Təbriklər Qarabağ azarkeşləri. Qarabağ inşallah Çempionlar Liqasının kubokunu Azərbaycana gətirməyə arzusu ilə səni təbrik edək. İnşallah o gün də uzaqda deyil. Təbriklər.